Dostlar, sizə mən bir əsas məqam deyəcəm. Bu sahədə mən ümumiyyətlə sosial şəbəkələrdən uzaqlaşmağın səbəbini də sizə deyəcəm, hamısını da izah eləyəcəm. Ətraflı da bu sahə haqqında sizə müəyyən bir məlumatlar verəcəm ki, gələcəkdə insanların tollarına düşməyəsiniz. Yaxın oturun ekrana və diqqətlə qulaq asın. Deməli, mən bu sahəyə gələndə, yəni Azərbaycan auditoriyasına üzümü göndərəndə, burada ən əsas 2 dənə traderlər vardı, onların videoları vardı, hamı da bilir. Və qalan hamısı deyirdi ki, mənim strategiyam, biri 100 dollara keçirdi, o şimdi 600 dollara kimi təxminə məbləğdə keçirdilər. Mən həmişə vurğulamışam, tradedə strategiya yoxdur. 1. Tradedə yəni strategiya yoxdur. Məsəl üçün. Bunu mən vurğulamışam və demişim. Həmişə də deyəcəm, onun açıqlamasını da bilmirəm. Bəziləri deyir ki, popülər trader axmaqdır, gişdir, öz-özünə danışır, nə bilim, bəziləri yazır ki, sənə nə olub, nə bilim, nə eləmsən, nədir, nə giş danışırsan, nədir. Tradedə bir məsələ var. 99% təxminən o insanlar biraz qazanır, biraz düşür, biraz qazanır, əlindəkiləri itirirlər. Yəni başlanğıçdan dibə düşürlər. Bu 99%'dir. Amma 1% bu tradedə və qazan gedirlər yuxarı. Səbəb, indi bu 1% bilir ki, bazarda strategiya yoxdur. Bu 99%'ə nəyinə gərəkdir bunu açıb, sübut eləsin və yaxud da dirəksin onlarla. Qeyri-mümkündür. Mən çalışdım, sezonla başlamışdım. Videolar çəkirdim o vaxtı, təmənnasız videolar. Bir qeyd edeyim ki, yəni mən çəkdim, təmənnasız videolar çəkirdim. Və təmənnasız videolar çəkdikdə heç kimi məcbur eləmirdim ki, mənim referral linkimdən qeydiyyatdan keçsin, bu bir. İkinci, heç kimi məcbur eləmirdim ki, copy trade'e qoşum özümü, bu 2. Təmənnasız paylaşırdım videolar. İlk başlanğıç şamlardan başlandı və s. Amma gəlib çoxları laxa qoydu, çoxları nə bilim giş danışdı. Çünki sadə addımlardan başlayırdım trade'də, ona görə sadə insanlar kimi orada danışıb uzaq eləməliydim. Halbuki demək olar ki, baxışların hardasa təxminən 40% insanı, təxmini deyirəm 30-dan 40% insanı mənə baxışlarıma baxdı və mənə nə dedi? Dedi, Allah canımızı sağ eləsin, sizin sayənizdə biz başa düşdük bu qrafiki, sizin sayənizdə biz başladıq anlamağa qrafik nə deməkdir? Çünki mən indikator yox, yəni indikator yox, qrafik başa salırdım. Səbəbini bilirdilər. Ağıllı insanlar, IQ-su yuxarı olan insanlar oturub baxırdı. O qədər çox gic insanlar başladı yazmağa ki, və mən artıq həm həvəsdən düşdüm, həm də gördüm ki, kütlənin çoxusu nəyi xoşlayır. Xoşladıqlarını sizə sadalayıram. Tamam, kimsə çıxıb deyir ki, 5.000 mən kardayım. Nə bilim, 7.000 kardayım. Nə bilim, 8.000 kardayım. Qaçır onun dalınca. Kurs keçirsən, bəli, kurs keçirəm. Neçəyə keçirsən, məsəl üçün 2.000 dollara. Və yaxud da nə bilim, 5.000 dollara. 5.000 manata. Yəni, hamısından burada demək olar ki, əsaslarından söhbət danışacağım. Niyə kurs keçirsən? Boş vaxtım varsa, niyə ki, mən onu səmərəli istifadə eləmiyim? Oho, çox maraqlı gəldi mənə. Buna minus qoyuram. Pasiv gəlir kimi baxıram tələbəyə. Oho, buna da bir minus. Tələbədən pasiv gəlir olmaz.
İndi sizə bir məqamlar deyəcəm dostum. Gəlin yaxın oturun. Bu sahəni çeviriblər biznesə. Əlbəttə ki, bu trade deyil. Trade başqadır. Sizə trade öyrətmirlər. Sizə buy sell knopkasını vurmağı öyrədirlər. Bir balaca düşünüb vurmağı. 2 knopka var orada. Ya buy vurarsan, ya selli seçərsən. 99% online'da olanlar, blogerlərdən tutmuş, akademiyalar kimi, onlar sizə buy sell vurmağı öyrədir. Trade'i öyrətmir. Və mən deyəndə ki, bazarda strategiya yoxdur, gülürlər. 2000-ə dərsi keçən insan, deyirəm, bazarda strategiya yoxdur, gülür canlısında. Elə bilir, mən buna mıtdaşıram. Mən sənə mıtdaşmağa nəyimə gərəkdir, sən kimsən ki, mən sənə mıtdaşım. Mən düzünü deyirəm, bazarda strategiya yoxdur. Ona görə 99% elə bir vəziyyətə gətirib çıxardırlar ki, çox insan itirsin, gec-tez itirsin pullarını və 1% qazansın. Bu məntiq burada. Sonra həmən o gördüyünüz, mənə bəzilər yazıb ki, kurs keçirsən, mən kurs keçmirəm dostlar. Kurs keçmirəm. Keçmirəm. Heç kimi referallığıma məcbur eləmirəm. Təmənnasız videoda paylaşanda. Yəni, heç kimi referallığıma məcbur eləmirəm. Bu birinci, bu ikinci, üçüncü. Mən bloger deyiləm. Siz gördüyünüz var, o çıxırdı. Mən 5000 kardayam, 3000 kardayam, özün cırır, az qal, sübut eləmək kimə nəyə sübut edirsən, hə? Nə var, nəyə? Tələbə gəlsin. Tələbə gəlsin və tələbədən qazansın. Qazanç yeri onun budur. Trade deyil. Qazanç yeri budur. O insan 99% insanların içindədir, 1% deyil. Bəlkə də 10.000 itirib, ömründə nə vaxtsa 2 dəfə, 2-3 min tutub, onu 50 dəfə danışır. O da ola bilər ki, özü yox, kiminsə siqnalı və yaxud da nə təsir olub, bəxtə bəxt. Bu qoyduq qırağa. Düzdür, ola bilər, biraz qazanclı olan, müəyyən bir onun işləm üsulu, müəyyən bir vəziyyətdə qazanclı şəxs saxlayır. Amma o müəyyən bir vəziyyətdə itkilərdə olurdu, yəni onu görsətmirdi və tələbə ilə doldurur onu. Tələbə ilə. Adam çıxır deyir ki, retail trader deyə özü stopun elə retail trader kimi qoyur. Çünki insan konsept öyrənib. Konsept öyrənib. Başqa üçün. Ona görə stopun retail trader kimi qoyur. Amma gəl ki, lağa qoyur ki, gör ki, kişinin oğlu bu retail trader deyil. Başqaları retail traderdir. Retail traderi heç ayırt eləyə bilməyən insanlar da danışır retail traderlərdə. Hansı ki, heç özü retail trader səviyyəsinə gəlib çıxmayıb. Retail trader səviyyəsinə gəlib çıxmayıb. Dedim, indi keçək növbəti bir şey. Hamımızın bəzi momentlərdə mən niyə burada canlılara gəzirdim, baxırdım, eləydim, görürüm. Çünki kimin qabında nə var, kim nə bilir və s. Qulaq asırdım. Çoxları da mənə blok atıb, səbəb odur ki, blok atmanın səbəb odur ki, mənim dediklərimi onlar qəbul edə bilməyiblər. Çünki onların biliyi qədər deyil. Onlar o səviyyəyə çatmaq üçün yerlə göy arasında fərq var. Trade o səviyyəyə çatmaq üçün. Onlar hələ o səviyyəyə çatmırlar deyənə tələbə. Dünən gedib tələbə olub 2-3 aydan sonra özü tələbə hazırlayan insan özünü pro adlandırır
Və o insan niyə tələbə hazırlayır? Artıq onu hazırlayan insan kimi o da düşdü həmən təliyə və o da axtarır bir tələbə. O da gələcək tələbə, ondan öyrənən tələbə. Biraz qazanandan sonra başlayacaq mənfiləri getməyə, sonra çalışacaq tələbə hazırlasın. Belə-belə davam edəcək. Hamı tələbə hazırlayacaq, hamı tələbə hazırlayacaq, hamı deyəcək ki, bu insan pisdir, bu deyəcək ki, bu bir insanlar hamısı pisdir, bu deyəcək ki, bu bir insanlar hamısı yalan deyir. Əslində hamısı eyni şeyi öyrənib gəlib. 99%'in içindədirlər. İnsana soruşan bazar necə hərəkət edir, onu başa sala bilməyəcəklər. Çünki mən deyəndə bazarın hərəkatı var, hərəkatına uyğun hərəkət eləmək lazımdır. Neçə, başlı bir ildən çox dedim. Gülürdülər mənə. Bazarın hərəkatını bilməyən insan tələbə hazırlayır. Gülməlidir. Sizə bir məqamı deyəcəm. Dünya üzrə fərq yoxdur. Götürək akademiyaları. Bu sahə elə bir sahədir ki, dostlar, tutalım ki, sən başladınsa 10.000-lə. İndi biliyin varsa, yavaş-yavaş 10.000-i gətirdin, elədin 100.000, yavaş-yavaş disiplin, stabil və s. gətirdin, onu qaldırdın, tutalım milyona. Sənə bir sual verin özünüzə, sənə lazımdırmı, tutalım ki, 2000-ə tələbə keçsən aylığı, tutalım 2000-ə. Sənə lazımdır ki, o tələbənin ayda bir 20 dənə tələbən olsun, tutalım. 20 dənə, vur 20-yə, vur 2-yə. 20 dənə tələbən olsun. Nə var, sən bunlardan 20.000 qazanacaqsan. 20.000 qoyaq qırağa cəhənnəmə. Bunun indi akademiyalarda arenda pulu var, olsun bir 3.000 arenda pulu. Nə bilim, 3.000 sənin əlavə müəllim qoyacaqsan, bir 3.000 onlara maaş verəsən, 500, 600, 800 maaş. Olsun 4.000 maaş verəsən, 2-3 dənə müəllim atassan ora. 7.000 sənin rasxodun. Yəni qaz, işıq pulu, indi kommunal verirsənsə orada. Sənin öz pulun zadın orada rasxodun olsun bir 3.000 tutalım ki, düzdürmü? O şimdi 10.000, bir yarı-yarıda deyə 10.000 də qaldı sənə haradasa, düzdürmü? 10.000 də qaldı cib xərcliyi, düzdürmü? İndi oturub fikirləşin. Oturun fikirləşin. Bir əməliyyat açıb gün ərzində. Bu aylıq deyirəm, aylığı hesabladım. Saatdan akademiya tutacaq ki, saat 3:00-da Məmməd gələcək. Saat nə bilim 18:00-da Pirvəli gələcək. Və s. Səhər gəlir iş kimi, axşam gedir evinə iş kimi. Nimə o heç nə. Gün ərzində oturub belə müəyyən bir məbləğ topladıqdan sonra əməliyyat açıb minimum günüvə ölüsü gətirib çıxartsan günə. Ölüsü 5.000 qazana bilərsən. Ölüsü ən ölü yerindən söhbət edirəm hələ. Çox gezmirəm dərinə. Həftəyə götürəndə vur tut, bəlkə də 30.000 götürə bilərsən, dollarla deyirəm. Burada olsun, dollarla fərq eləməz. Həftə hara, aylıq hara, rasxodu çıxanda, vaxtı bitirirsən. Həm çox vaxtın olacaq, istirahət edəcəksən. Swing trade edirsənsə. Gedəcəksən, gəzəcəksən, gələcəksən, oturacaqsan, yemək yiyəcəksən və s. Nə bilim, uçacaqsan xaricə və s. belə istirahət edəcəksən. Həm də baş beynin tələbənin dolmayacaq. Tələbənin zəifi var. Zəif tələbə. Var tam qavramayan tələbə, bəlkə də 10 dəfə üstündə deyirsən, adam biraz əsəb keçir, stres keçir. Bu sahə zaten stresli sahədir. Qaldı ki, tələbənin üstündə də sən hisslənəsən, stres keçidəsən və s. Dəyməz. İndi bunlar sizə nə öyrədəcək tradedə ki, siz də gələcəkdə belə bir nəticə əldə edəsiniz? Bax, sual verin özünüzə. Mən heç bir akademiyaları getməmişəm, dostlar. Akademiyada da fəri bir şey görmürəm. Məndən gəlib bir nəfər öyrənən insan, açıq aydın deyirəm, dostlar,
kurslar almışdı. Ən yaxşı mənim tələbəm. Bax, kurslar almışdı. Mənə inanıb gəlmişdi o vaxt komanda yığanda. Hələ bir nəfərdən sonra almışdır. Qoyduq qırağa. Akademiya oxumuşdu. Oxumuşdu. Kurslar almışdı və akademiya oxumuşdu. Amma akademiya oxusa belə adını çəkmirəm akademiyanın. Azərbaycanda oxumuşdu. Həmən ay deyəndə 5000 azinin ziyandaydı. Ziyan. 5000 aziyan. Azdır? Yox, əlbəttə ki azdır. Mənə rast gəldikdə soruşdu ki, mən necə eləyim, nə cür eləyim, nə tər eləyim? TikTok'dan. Mən ona izah elədim ki, filan təmənnasız videolarım var, get bax. Filan şeylə, disiplindən tutmuş, risk menecmencə kimi mən ona izah elədim, şifahi. Hansı ki onu heç akademiyada izah eləməmişdilər. Öyrəndiyi akademiyada mənim kimi izah eləməmişdilər. Məndə fərqli idi. Niyə? Çünki mən 1% traderlərin bildiyi mövzuları öyrənirəm. YouTube'da o mövzuların heç biri yoxdur. Fərqi nədir? Bu insan getdi, təmənnasız videolarıma baxdı. O vaxt mən yeni qrup yaratmamışdım sizlər üçün. Sonra yığdım hamısını bir yerə. Və getdi, baxdı və insan öyrəndi və gəldi mənim qrupuma qoşuldu. O vaxt mənim komanda yığırdım və komanda qoşulmaq üçün müəyyən bir məbləğ ödəməliydim. O komandaya giriş üçün idi. İndi onun səbəbini deyəcəm mən. Onu artısa mən saxladım. Mart ayının axırında o mövzunu saxladım. Səbəb insanı. Teyb məmrət. Çünki mən bir neçə insana, bunu saxlayaq hələ ki. Amma bir sözdür, məndən öyrənəndən sonra gəldi və borclarını da bağladı 4 ay ərzində. Hələ bundan da çox idi. Hər ayda profitdə idi, hər həftədə xeyirdə idi. Yəni pro trader olmuşdu. Özü də gördü ki, məndə nə smart moneydir, nə bir bəzən lağa qoydu, smart moneydir, nədir. Yox, gülün, mənə özü gördü ki, mənə ehtiyac yoxdur ki, kiməsə yalvarım ki, və yaxud da kiməsə çalışım, inandırım ki, 5000 kardayım və yaxud da 3000 kardayım. İnsan, mən ona izah elədim üsul vasitəsilə, insan borclarını da bağladı, xeyrətdə çıxdı. Hər həftə xeyirdə də qalırdı, hər ay xeyirdə də qalırdı. Əgər insan zəifdirsə, başa düşənmirdirsə, niyə bu qədər kurslar YouTube'da, cəmaət satdığı kurslar, öyrəndiyi akademiya ona qazanca çıxartmadı? Niyə? Dediyim kimi, əgər mən bildiyim bilikləri akademiyadakı müəllim bilsə, o akademiyada vaxtını öldürməz. Qabaq mənə çox müraciət edirdilər, mən VIP-ə yolluydum. Çünki niyə VIP? Çünki Azərbaycanda indi onun işləm sistemin biraz paxıllığı da olsa, nə bilim egosu yüksək də olsa, yenə də Azərbaycanlılar arasında babato idi. Blok atıb, niyə mənə blok atıb? Çünki özünə rəqib bilib məni, ona görə blok atıb ki, mənim kütləmdə işin olması və s. Və güya ki, mən heç nə bilmirəm, özünü VIP, özünü market maker sayır, VIP trade yoxdur, özünü market maker sayır, Azərbaycanda bir nömrə sayır, Ancaq gəl ki, mən ona heç nə demirəm. Desəm ki, bazarda strategiya yoxdur, o mənə güləcək.
Deyəcək sənin başın xarabdır, gicsən, axmaqsan, dəlisən. Amma mən gedib real market maker'a o sözümü desəm, o deyəcək, afərin qardaş, real market maker'a. Və açıqlama istəyəcəm, məndən açıqlamasını verəcəm. Deyəcək, əla halaldır. O artıq ikimiz də düşsək həmən bir otağa market maker'ına, bizim biliyimizə görə bu biləcək ki, retail traderdir. Bu isə 1% insanların bildiyi traderdir. Özümü tərifləmirəm. 5.000'ə bu kursu satır, deyə tələbə hazırlayıram, komanda yığmır. 5.000'ə kurs satır, özü biləs deyir, 20.000'ə satsın, mənə dəxlisidir, deyir, kurs satır. Halbuki challenge-lərdə onun strategiyası artıq analiz eləyə bilən olsa, diqqət yetirən olsa, göz qabağındadır. Giriş yerləri, çıxış yerləri, bir dəfə təsadüf ola, 2 dəfə təsadüf ola, 3 dəfə. Bu hər dəfə təsadüf ola, tələbələrinin giriş yerlərini paylaşırdı pulsuz qrupda və s. Və deyirdi ki, bir dəqiqə, dostlar dəyişdim, və deyirdi ki, əsr sifariş bloku ancaq o tanıyır. Yəni market makerlər tərəfindən yaradılan əsas sifariş blokunu o tanıyır. Onun yanına gəlib öyrənən tələbələr çoxları bilmir bunu. Onun da yanına çox insanlar gəlib, akademiya oxuyanlar da gəlib və s. yəni öyrətmir. Ancaq təmənnasız çəkdiyi insanlar üçün bir video olmuşdu, indiyənə kimi pulsuz qrupda paylaşmışdı. Əsr sifariş blokunu göstərdi. Yəni order blok, əsl order blok. Amma o göstərdiyi yer heç order blok deyil. Yəni heç order blok deyil. Qaldı ki, əsl order blok olsun. İnsan göstərdiyi bölgəni hansı bölgə olduğunu bilmir, özünü market maker adlandırır. Hansı bölgə olduğunu bilmir. Və həmən bölgənin təxminən 70% oradan qiymət dönəcəyini bilsə ki, hansı bölgədə oradan 70% qiymət dönmə ehtimalı var. Hansı vəziyyətlərdə ola bilsin ki, həmən yerdən qiymət dönməsin, yarsın, keçsin, hansı vəziyyətdədir, onu bilmir. Və həmən yeri əsr order blok adlandırır. Və deyir ki, bir dənə o bilir ki, əsr order blok haradadır. Market maker'ın order bloku. Mən fərqli olaraq heç kimə baş qoşmuram və heç kimə düzdür. İndi sizə bir fərq deyəcəm. Əslində, tradedə demir market maker'ım. Canlı adı da yazmışdı. Mən ona market maker'a aid 3 sual verərəm market maker'a aid. Çox yox. Heç konsepsiyası lazımdır. O 3 sualın neçəsinə cavab verə bilər? Cavab verə bilər. Mən deyirəm ki, heç birinə də cavab verə bilməyəcək. Əminəm ki, üçünün heç birinə cavab verə biləm. 0. Çünki insanın tradingə yanaşması çoxlu. O trader sayılmır. Düşdükcə buy verir. Sonra tam gəldi. Buradan qalxıb getdi. Bu hissəni screenshot eləyir, atır qrupa. Baxan elə bilir ki, dipdən girib gedir qiymət. Çoxlu buy-sell vermək, o trade eləmək sayılmır. O artıq qumar sayılır. Dostlar, profesional traderlər özləri bilir onu.
Niyə onun canlısına çox insan baxmır? Çünki artıq nə olduğunu bilirlər. Hər düşdükcə pay verin və yaxud da qiymət hər düşdükcə mən buradan sel verim. Hər düşüb pay hər qalxdıqca mən buradan sel verim. Özür hesab edirəm. Bu trade deyil. Belə trade etmirlər. Trade konkret giriş yerin olur, konkret eselin olur. Tepəni qoymaya da bilərsən. Tutalım ki, qoyursansa tepən yerin. Birinci tepeyi gəldi buradan. Əgər yardı keçdirsə də mən 80 dənə açmaq olmaz. Stopu çəkmək olmaz. Və həmən qayda var mənim ən yaxşı. Və o insan özü də gördü ki, və həmişə də mənə dedi ki, yeganə insan olmusunuz ki, mənə qazandıran siz olmusunuz. Sizin sayənizdə mən qazanmağa başlamışım. İnsan 3 il idi bu sahədə idi. Sizin sayənizdə mən qazandım. Sizin sayənizdə mən bu treydi anlamağa başladım və dəfələrlə olsun. Ona da həmişə dedim ki, mən komanda şəklindəyim, mən hardayamsa sən də oradasan. İndinin özündə də mən hardayamsa, o da mən hansı qrupda olamsa, o da o qrupda olur. Çünki komandamdır mənim. Komanda üzvünə mart ayında xəyanət edib gedən Cəlal, ona yazığım gəlmişdi o vaxtı, yanvar ayında, yoxsa dekabr. Götürmüşdüm yanıma. Müəyyən bir hissələri başa salmışdım. O elə bilmişdi ki, məndən öcü artıq hər şey öyrənib. Amma əslində mən qoyun axmaq deyiləm. İnsan psixologiyasından anlayıram, başa düşürəm ki, insanın məqsədi və mənası nədir. Və mənim sayəmdə 5000-i toplayıb o vaxtda analizlər elədim qrafikdə. Gedib VIP-in tələbəsi oldu. Dostu böyük lotdan aldı. Getsin, yaxşı yol, gör məndən icazə alırdı. Onun sənin üstündə xət çəkdim. Amma mənim haqqımı ödəmədi. İnsan namaz qılır. Fərq nədir? Fərq nədir? Fərq komanda yığmaqdır. Mən niyə mart ayında Azərbaycanlılardan komanda yığmağı dayandırdım? Tək o deyil. O qədər insanlar var ki, mənə müraciət edən filan kəsin şeyində canlısına baxdım, itirdim ingilislə. Xahiş edirəm, biraz balansım qalır. Mənə bir-iki dənə yerlər deyə bilərsinizmi? Mən açım əməliyə. Şəxsidə yazmışdı Telegram. Mən onlara köməklik eləyib, bir-iki dənə yerlər demişdim. Açmışdılar əməliyə. Xeyir götürmüşdülər. Tepe yerini təxminən demişdim. Haradadır onların hansı? İndinin özündə də bir dənə qayıdıb demirlər ki, Allah canımı sağ eləsin. Çoxları. Mən təzə-təzə çox insanlar ki. Və yaxud da salam necəsiniz, vəziyyət necəsiniz, salam belə vermir. Niyə? Çünki insanlar yaxşılığı qanmır, anlamırlar çoxlar. Elə bilə ki, mən həmişə yəni boşduyam. Boş. Mən bu sahədə istədim sizlərin gözlərini açım. Təzə gələn anlar. Birinci sezon idi, sizlər üçün videolar paylaşa, mövzular gedirdim paylaşa. İkinci mövzunu vəbşə videolarını yığışdırdım William Gunn haqqında. Ümumiyyətcə yığışdırdım o videoları tamamilə çox yerlərdən. Çünki sizlərin ona hələ gəlib öyrənməyə layiq deyilsiniz, xətri bizə dəyməz. Və mənə çoxlu insanlar şəxsidə də yazdı, axmaq da adlandırdı, giçlanı, dəli də adlandırdı. Nə adlandırmadı. Amma dərk eləyəmədilər ki, gedib biri yoxlaya baxaq görə nədir. Mən sizləri çox şey gətirib deyəcəkdim. Amma belə bir çox təzyiqlər olduğuna görə mən saxladım. Gördüm ki, xeyri yoxdur heç kimə. Mənim əslində kiməsə bu sahədə, mən gəlib məndən öyrənənlər görüb də, birinci,
Mən birincisi bu sahədə özümə referal yığmıram. Ki, kimlərsə düşsün emosiyaya, itirə gəlsin və getsin, malını, mülkünü satsın, neynəsin, gətirib yenə də balansını artırsın və mən onun sayəsində faizlər qazanım. Məndə bu yoxdur. Bu hissə yoxdur. Referallığa yığmıram və cəmaatdan faizlər qazanmıram. Eləməmişəm də, eləmirəm. Çünki mən traderəm, blogger deyiləm və yaxud da akademiya deyiləm. Fərq yoxdur, hansı ölkənin olsun, mən ümumiyyətlə bu ölkədən danışmıram. İkinci, yəni də təmənnasız nəsə paylaşanda kimlərsə məcbur eləməmişəm referalım olsun. Copy trade yığmamışam. Copy trade'in mən sizə pis mənasında danışdım. Ki, nə var, oradan mənə faizlər gəlsin. Mən trade'də qazancı faizlər üzərində qurmamışım. Qurmayacağam da. Mənim komandamda olan insan deyə bilməz ki, Popular Trader, mən onun komandasına gəldim, sonra məni hansı bir yerə xahiş elədi və yaxud da yalvardı, neynədirsə, qeydiyyatdan keç ki, mənim heç yoxdur. Eləməmişim. Və mənim komandamda indinin özünəcən ancaq bir nəfər qaldı, qalanların çıxartdı. Bəzilərinə mən o vaxtda təmənnasız köməklik eləyirdim. Götürmüşdüm. Yazığım gəlmişdi. Amma Mart ayının axırında mən bunların hamısını çıxartdım. Axırında da ortalarında demir. Çünki mən başqaları kimi aya 3. Mən tələbə hazırlamıram və mənə maraqlı deyil ki, aya 20 nəfər yığsam əla olar, qazanaram. Bu ay tələbədən və yaxud da 30 nəfər yığsam qazanaram və s. Çünki mən tələbə hazırlamıram. Komandamda niyə mən köməklik eləyib analiz üsulumu öyrətmişdim o vaxt? Çünki mən istəyirəm ki, gələcəkdə məqsədim var ki, güclü bir dənə komandam olsun. Mənim məqsədim odur. Güclü bir dənə komandam. Çox təəssüf ki, kimlər ki, yazığım gəlmişdi. Yağışın altında qalanlar kimi. Götürmüşdüm yanıma. O insanlar gətirimi bilmədi. Və mən qərar verdim ki, onlara atım, yeganə bir dənə insan saxlayım. Hansı ki o, indinin özündə də mən ona demişəm, hansı mən qrupda olacamsa, mən nə öyrənəcəmsə, sən də öyrən. Çünki o insan etibarlı insandır. Əsl komandaya layiq insan. O gün mən yazmayayım, kurs keçirsən, mən kurs keçmirəm. Birinci səbəb, blogger deyiləm ki, qazancımı insanların kursu üzərində qurum və yaxud da video satın kursu üzərində qurum. İkinci, faizlərdən qazanım. Üçüncü fikirləşim ki, bu aylar mən tələbə yığım da, tələbə yığmasa ayda qazancım olmayacaq. Fərq yoxdur. Bu sahəni çalışın. Məndənsə məsələn, çalışın özünüz öyrənin. Necə öyrəninizsə izah edəcəm. Qaçmayın tez bazar real hesabdan. Qaçmayın. Demo var. Demoda mövzuları axtarın internetdə, axtarın, tapın, demoda yoxlayın. Çalışın demoda. O vaxta kimi bir il olsun, il yarım olsun, o vaxta kimi yoxlayın ki, tam siz demoda standart xeyirlərə çıxınca. Pro trader olunca. Fərq nədir? Ciddi. Demoda da 100 minlik balansdan başlamayırsan, birini açırsan, məsəl üçün 0.01, məsələn lotuna, o birisini açsan 0.50 lotuna, burada çox xeyir götürdüm, yəni popülə olaraq qazandım, əladır. Yox, bütün əməliyyatların, demoda da orada qoysan, balansını qoysan, tutalım, əgər 1000 artıra biləcəksənsə, ilk başlandır. Real hesabda qoysan 1000 və bütün açdığın əməliyyatlar hamısı olur 0.01. Biri belə 0.02 olmur. Sən demoda balans qaldırmağı yox, sən tradedə, qrafikdə yerləri görüb açmaqdır səndə tradedə.
disiplinlə hərəkət eləməkdir səndə treydə. Əlvi işləm sisteminə öyrətməkdir səndə treydə. Və mən özünü market maker sayan insana da deyirəm ki, Vipə, bazarda manipulyasiya da yoxdur. Özün market maker adlandırırsa, çıxsın mən dediyimi düz olmadığını video çəksin, paylaşsın ki, Papiti düz demir, bazarda manipulyasiya var. Sizləri səhv öyrədiblər, bazarda manipulyasiya yoxdur dostlar. Yoxdur manipulyasiya, sizləri səhv öyrədiblər. Bazarda strategiya yoxdur. Sizləri səhv öyrədiblər. Strategiya yoxdur. Bax, əsas məqamlardan birindir. Anlayın, bilin. Fərq. Buna da güləcəksiniz. Buna da güləcəksiniz. Amma mənim umurumda deyil, siz bunun hansına gülürsünüz. Ona görə dostlar, hələlik hamıya uğurlar, hamıya bol qazanclar, hamıya bu sahədə səbir, disiplin, yenə də deyirəm, tələsməyin, boş tez bazar reflərına salaq ki, yox deyəm o boş şeydir, sənin məşqələr, real hesabla məşqə, pulları treytrə düşürsən, emosiyaya qatılırsan, gedirsən, borc, xərc, oradan, buradan gətirirsən, dava, qırığın, evdə, hər bir şey şəraiti, sən bu sahəyə artıq treyder kimi yox, qumar kimi bax. Qumar kimi baxsın. Qumar kimi baxsın. Binar opsiyonlardan uzaq olun. Binar opsiyonlardan sizi kimlər ki çağırır, girin, axtan binar opsiyonlar nədir? Bilin, treydə uzaq olun. Çünki binar opsiyonlarda sizin gətirib depozit elədiyinizi özünə referans alın. Minimum 30%-dən 80%-dən ki onun cibindədir. Əgər gətirdiyi adamlar tutam 30-40-50 nəfər cəmi hamısı bir yerdə ay ərzində tutalım ki 10.000 itirsən bazarda. Yəqəndə o trey sayımı qumar opsiyonlar. O, tutalım ki, heç nə demirəm, elə 50%-in ortalama götürə. 50%-in qazansa, durduğu yerdə 5.000 qazanacaq. Qoyacaq cibinə, gedəcək, keyf edəcək, öz işlərini aşırtacaq, borcun bağlayacaq. Siz emosiya qatılacaqsınız, gələcəksiniz bura təzdən. Qumar opsiyonları təbliğ edən insanların 99%-i ümumiyyətlə retail traderlərdir. Onlar heç retail traderlərə yaxın deyil. Onlar sizə nə öyrədə biləcək? Heç nə. Onların qazancı buradadır. Niyə qumar opsiyonları təbliğ edirlər? Çünki birjalar, Forex-də və s. referallıqdan o qədər faiz vermir, amma qumar opsiyonları verir o faizi. Sən əgər birjada kimisə dəvət edəsən, istəyib Binance olsun, istəyib Bybit olsun, patoloqa tutalım ki, başı verirsə və ikisi bəlkə də 10% verər, orada hər birjadır, 10% verər, amma qumar opsiyonlar bax, minimum 30-dan 50-yə kimi verir. Hansı buna xeyirdir? 10.000 50% mi cibinə qoysun, yoxsa 10.000 10%? Özünüz qərar verin, özünüz qiymət verin. Mən sizə bütün sirlərini danışdım. Gələcəksiniz, axırıncı bu videoya baxacaqsınız, bu video axırıncı olacaq. Və sizlərin gözü açılsın. Trade nədir bilsinlər, Buy-Sell knopkası nədir bilsinlər və binar opsiyonlardan uzaq olsunlar dostlar. Trade strategiya ilə getmir, konseptlərlə gedin. Burada mən Fibonacci xətti çəkim. Fibonacci-dən 0.618 elə bir ki, keçirmə bir dənə Çin sərhəddi çəkib bura. Keçirmə Çin sərhəddi. Qiymət sənin o Fibonacci-və görə hərəkət eləmir. Niyə mən çox vaxt analizlərimdə Fibonacci-dən istifadə eləməmişim? Səbəb. Nəyəsə dostlar, hamıya uğurlar, hamıya bol qazanclar. İndi arada bir ola bilər video atdım, nə bilim karımı atdım, elə belə, o da elə belə, nə bilim, nəsə bir əməliyyat atdı, yüngülvari elə belə, bəlkə də atdım, bəlkə də atmadım.
O da keyfimə baxacaq, ayda bir dəfə bəlkə olar olmaz. Yəni, prosto sadəcə son videonu çəkib və sizlərə izah edirəm. Heç kimin acığına getməsin, heç kim yəni inciməsin. Çalışın özünüz öyrənin. Əgər özünüz öyrənəcəksiniz, can atacaqsınız, məşq eləyəcəksinizsə, 1 il olmasın, 2 il olsun, siz yavaş-yavaş nəticələr əldə eləyəcəksiniz. Demoda məşq eləyəcəksinizsə, dediyim kimi disiplinli şəkildə demoda məşq, stabil və qazanclar yavaş-yavaş görəcəksiniz reala keçəndə. Yenə də tam istəyir internetdən olsun, istəyir oradan buradan olsun. Gördünüz ki, hansı mövzu sizə qazanc vermir, siz reala keçməyin. Əgər emosiyanızı üstələyə bilmirsinizsə, öz disiplininizi tam idarə edə bilmirsinizsə, qaldı ki, nəsə bir şey öyrənmək istəsə, kimlər ki yazır, mənə kurs keçsən, yox, mən kurs keçmirəm dostum. Əgər tradingdə nəsə istəməsən, mən videolar çəkib tradingdə pulsuz videoda yerləşdirmişəm. Yəni, ilk başlayan insanlar baxıb oradan nələrsə götürüb işlədə bilərlər. Qiymət sifariş bloklarına görə də hərəkət etmir, qiymət sizin çəkdiyiniz Fibonacci'yə görə də hərəkət etmir, qiymət sizin çəkdiyiniz trend xəttə görə də hərəkət etmir, qiymət sizin çəkdiyiniz, necə deyim sizə, indikatorlara görə də hərəkət etmir. Qiymət bazarın gedişatına görə hərəkət edir. Gecəcə pop trade gecdə, axmaqdır elə. Tutan ki, filan yerdən döndürsə trend xəttdən elə bu bazarın gedişatıdır, yox, bazarın gedişatı odur. Hamınız yanılısınız. Bazarın gedişatı odur. Hələlik dostlar, hamıya uğurlar, hamıya bol qazanclar. Çalışın, binar opsiyonlardan uzaq olun. Binar opsiyonlar təbliğ edənlər heç videosuna baxmayın. Çünki dediyim kimi, onlar qazanc əldə eləsələr, gedib Forex-də işləyərlər və Forex-də qəşəng qazanc əldə eləyərlər. 1-2 dənə əməliyyatla mən kardayam, mən nə bilim nə deyəm, ay ərzində bu qədər, bu onların pro trader olmağı deyil dostlar, sırası. Əgər özün öyrənmək istəyirsənsə bu sahəni çalış, özün vuruş, özün axtar, özün eşələ, özün öyrən, can at ki, sənin can atıb disiplinlə hərəkət eləməyin, sən gələcəkdə yaxşı nəticələr verəcəyini. Hələlik dostlar, heç kim inciməsin, mən sadəcə öz fikrimi dedim. Məni də bir akademiya dəvət eləmişdilər ki, gəl söhbət eləyək, hələ başlamaq söhbət, mən onları mədən sürətdə yox dedim, amma insanlar neynədi? Təzə açmışdılar akademiyanı. İnsanlar götürdülər, botu reklam elədilər, nə bilim, $1000 qoy, bu qədər sən qazan, nə bilim, $100 mən sənə trade öyrənəm, sən $100 trade öyrədirsən, sən nə gedə biləsən $100 trade, elə sən ondan yaxşı 2 dənə əməliyyat açır, o $100 götür, başın sakit olsun, oyun sənə o boyda şeyləri öyrədincə nə qədər, filan. Artıq biznesə çevirmişdilər o sahəni, nə bilim, botu $1000 satıram, $500 bota yatırım eləyəcəsəndən, belə olacaq, elə olacaq, ancaq reklamları odur, başqa şeydir, nə bilim, premium paket var, nə bilim, nə var, belə elə. Yenə də özünüz də görün. Özünüz bilərsiniz, necə istəyirsiniz, eləyin, necə istəyirsiniz, öyrənin. İstəyir ruslarda olsun, istəyir nədə olsun, onlar blogerlərdir, reklama pul buraxırlar, takipçi yığırlar və s. İstəyirlər ki, bugünləri 5 dənə insan gəldisə, onun kursunu pul verib aldısa, gəl ona 50 dənə insan gəlsin, o bir ay 100 dənə insan gəlsin və onlar sizin sayənizdə açırlar. Və yaxud da ziyan gedir, göstərdirlər, kar gedəndə göstərdirlər ki, kardayım və s. belə şeylər. Yəni, ona görə də çalışın, heç kimə inanmayın, sadəcə inanacağınız sizin, kimsə nəsə deyirsə, onu gedib yoxlamaqdır. Gördünsə, win rate 80% vermir həmən mövzu sənə. 75% win rate vermir həmən mövzu sənə. Disiplinlə işləməyə də başlamışam, videolarımda var ki, baxıb, işlətmə o mövzunu, üstünə xət çək tulla qırağa. Hələlik dostum.